Zalə xanım, ora hər adam gələ bilmir. Yəni mən əstəğfurullah demirəm nəsə. Bir çoxları seriala baxmaqla stresslərini ata bilirlər. Dincəlmək, mənim üçün dincəlmək gəzməkdirsə, kimin üçünsə dincəlmək oturmaqdır, kimin üçünsə telefonla danışmaqdır. Bəli. Amma hər birimiz dincəlirik. Yəni mənim də ətrafımda çox mən yadıma gəlmir. Axırıncı dəfə o Kvadalupa nəsə bir serial var. Bəli. O dönəmlərdə bəli. Onda bizim informasiya onda təzə gəlirdi. Bəli. Yəni. Qıtlığı idi. Onda baxırdıq. Mən də uşaq belə mən rus dilini elə Libyatadan öyrənmişəm. Eynən. Yəni o dönəmlərdə yəni. Amma onda da bizim üçün bir faydalı tool idi ki, biz rus dili öyrənirdik. Bəli, biz orada rus dilini öyrənmişdik. Hərdən deyirəm, heç baxırsınız, ingilis də baxın, çin dilində baxın. Bir də onlar da böyük təsir olur. İnanın ki, o seriallar da bu günlərim keçən dəfə bir çıxışımda da dedim ki, bu günlərim gənclərə soruşsanız, hamısının biz gənclərin dreami haraydı? Amerika. Bizim dream country'miz Amerika idi. Amma indiki gənclərin dream country'si Koreyadır. Şərqdir, Çindir, Yaponiyadır. Niyə? Çünki onların kinoları, onların serialları gəldi bizim həyatımıza. Bizim uşaqlar balacadır, hələ 8-9 yaşlar var, Koreya deyirlər. Amma biz Koreya, film, kino, sosial mediada gördükləri onlar təbliğ olunur. Amma bizim dövrümüzdə Hollywood filmləri təbliğ olunurdu. Biz Hollywoodu sevirdik. Mən uşaqlara Amerika deyirəm, onlar Koreya deyirlər. Bəli. Yəni ona görə də sosial mediada göstərilən, filmlərdə göstərilən şeylər çox önəmlidir və bu kontrolda olmalıdır mən düşünürəm və mən düşünürəm ki, təhsil insanları, elm sahəsində olan insanlar, siyasət sahəsində olan insanları biz gənclərə göstərməliyik. Yəni mədəniyyətdə də olan, incəsənətdə də olan rol model insanları göstərməliyik. Valideynlərin burada çox böyük rolu var. Bəli. Valideyn yönləndirməlidir. Valideyn dinləməlidir ki, övlad da dinləsin. Valideyn özü dinləmirsə, valideyn özü belə deyim də, Lori desəm, show biznesin nümayəndələrinə daha çox izləməyi üstünlük tutursa, hansı ki, qısa həzləri daha çox üstünlük tutursa aldığı zaman, videolara baxdığı zaman, yəni məlumdur ki, övladı da biz qınaya bilməyəcəyik. Bizim vaxtımız azdır. Mən sizdən bir tələbənizin uğur hekayəsini istəyirəm ki, uğur hekayəsi dilində, yəni ən yadda qalan tələbənizi istəyirəm ki, yəni hər dəfə siz onu xatırlayanda gözləriniz dolur, kövrəlirsiniz, ya sevinirsiniz. O qədər sonsuz hekayəsi olan tələbələrim var ki, inanın 1 deyil, 5 deyil. Bir dəfə birini alaq, hər dəfə alaq. Məncə ən özəl olan və hər kəsin bildiyi mənə görə Aysel olub. Aysel bu dəqiqə hazırda Lüksemburqda bir finans şirkətində işləyir. Amma Ayselin hekayəsi mənim üçün həmişə özəldir. Hətta bir dəfə də paylaşmışdım. Aysel mən tanıdığım dönəmdə Aysel qəfildən valideyn anasını itirmişdi və həyatda bayağı küsüb, depressiv bir qız modeli idi və heç bir şeyə marağı yox idi. Başqa bir insanlar mən öyrəndim ki, bu hal-hazırda anasını itirib, biraz motivasiyası, ümumiyyətlə hər şeydə neqativ yüklənən biri idi. Həyat elə gətirdi ki, bizim yollarımız kəsişdi və mən Ayseli tanıdığım gündən özümə hədəf qoymuşdum. Mən onu həyata bağlayacağam və uğur qazanmasına gücümün çata biləcəyi qədər bir şey edəcəm. Və biz bir ingilis dili hazırlamaya başladıq. Bu ən azı bir 14 ilin, 15 ilin söhbət, 8, 12-13 il var yəni. Biz Aysel'in hazırlığa başladıq. Başlığa dedi, ay müəllimə, mən hara, Almaniya hara, mən hara, xaric hara. Və hər dəfə motivasiya verirdim. Hətta ondan qrupda olan uşaqlar da bilir, bir gün dərsdə bir video da açıb ona motivasiya verici bir anasını itirmiş qızın hekayəsini də ona göstərmişdim və demişdim ki, bir gün gələcək, bir gün insanlar sənin hekayəni dinləyəcəklər. Yəni həyat elə gətirki elə də oldu və Aysel Almaniyaya qəbul aldı, Almaniyaya köçdü. İllərdir artıq Almaniyada yaşayır. Hətta artıq ailə də qurub və Lüksemburqda top şirkətlərin birində də işləyir. Və hər dəfə görəndə deyir ki, siz olmasaydınız bu olmazdı və o qədər necə bir ananın öz övladına verdiyi. Düşünürəm ki, biz bir dəfə onun atası ilə rastlaşmışıq. Demişdi ki, Allah onun anasını ondan aldı, amma siz ona qismət elədi. Siz olmasaydınız, bəlkə də bura qədər dözümlü olmazdı. Keçən dəfə də çox gözləyirəm ki, bir gün o gələcək və ona söz vermişəm ki, səni speaker olaraq qoyacam və sən öz hekayəni insanlara onun dilindən eşitmək daha özəl olur. Çünki mən böyütsəm, sanki insanlar düşünər ki, Jalə müəllimə burada özünü böyüdür, amma hər bir mənada. Yəni onun sosiallaşması, elə günlər oldu, keyf olmurdu, apardım, restoranda oturub söhbət edirdik. Hər dəfə də hesabı ödəyəndə deyir ki, utanıram, siz hesabı siz ödəyirsiniz və ona demişdim ki,
gün gələcək, mən oturacam, sən mənim hesabımı ödəyəsən. Axırıncı dəfə Bakıya gələndə dedi ki, yox, bu dəfə qoymaram. Dedim, hə, indi heç nə demirəm. İndi sən mənim hesabımı ödəyə bilərsən. İndi də bu yaxınlarda tələbələrlə oturanda mən həmişə hesablarını ödəyirəm. Uşaqlarımla yemək yeyəndə heç çox qoymaram ki, hesabımı. Düzdür, Dilay müəllimə, Nemeski şot falan. Deyirəm ki, yox, mən ödəyim. Siz deyir ki, niyə qoymursunuz? Deyirəm ki, mən o vaxt qoyuram ki, siz böyüyürsünüz, işləyirsiniz, pul qazanırsınız. Ondan mən deyirəm ki, hesab səndən. Yəni mənim bütün tələbələrlə qaydam budur. Yəni mənə görə Aysel mənim heç əsən özəl olan tələbələrimdir, amma bu bir deyil, sonsuzdur. Xoş mənə ki, mən bunu bacarmışam. Məni həyatda var edən budur. Məni başqalarından fərqləndirən. Bu günlərim hərdən deyirlər ki, siz neyinirsiniz ki, bu qədər insan sizdən London kampına gedir, bu qədər insan sizdən Amerikaya gedir, nəyə gedir. Deyirəm, mən heç nə deməm, mən sadəcə olaraq sevgi verirəm. Mənim üçün həyatın dili, insanların dili sevgidir və təmənnasız sevgidir. Mən yola çıxdım, heç bir tələbəyə düşünmərəm ki, o mənim müştərimdir, mən oradan 5 qazanaram, 3 qazanaram, heç vaxt düşünmürəm. Düşünürəm ki, mənim övladımı kimsə aparsaydı necə baxardı? O bir əmanətdir. İnsanların həyatdan böyük dəyərli varlığı övladıdır. O insan gözü yumulur, məni bilmədən, tanımadan bir həftə, 15 gün uşağını məndən verirsə, necə deyim, mən o saçında quruduram, darayıram da, xəstələnirlər, başlarında da dururam. O gündən lazım onda həkimlik də eləyirəm. Əşyaları itirib dallarınca gedib tapıram da. Hərdən deyirlər ki, niyə eləyirsən? Deyirəm, necə eləyə bilmərəm də. Yəni burada mən onların müəlliməsi deyiləm. Orada bir ana obrazına girirsən ki, bu mənim üçün əmanətdir də. Yəni həqiqətən də əmanətdir. Yəni insanlar 15 gün uşağından ayrı qalır və sən onu o cür təəssüratla. Bir də uşaqlıq elə bir xatirədir ki, mən həmişə mənlə yola çıxan uşaqlar belə düşünürəm də. Özlərindən də soruşuram. Hansısa bir kursa gedəndə olur da təbii ki. Deyirəm ki, necə idi? Deyir ki, ay da heç vecinə də almırdı. Bizi atırdı, gedirdi. Hətta eşidirəm, deyirlər ki, 6-da bizi kampa qoydu, getdi. Mən onu edə bilmirəm. Hətta bu günlərim anti-reklam eləmək üçün bəzən eşidirəm, deyirlər ki, uşağı aparıb nə bilim, bütün günü gəzdirirsənsə, bu kamp deyil, kampda qalıb həyatı yaşamalıdır, nə bilim, belə etməlidir. Amma mən bir insan Londona gedib, düzdürmü? Saat 6-da da bizim proqramımız bitir. İngilisdə birisi Nemes kimi bir şeydir. 6-da все, qutardı, getdi. 6-da mən uşağı kampa qoysam, yeniyetmə enerjik dolu uşaq. 6-da o əlbəttə ki, hər dəcəliyi deləcək, hoqqada çıxaracaq. Tempo ilə biz Azərbaycana bir yerə düşəndə əylənməyi, belə zarafatlaşmağı, gülməyi çox sevirik. Mən amma uşağı 6-dan sonra aparıram, valideynə də deyirəm ki, valideyn, mən bunu 12-də, birinin yarısı gətirəcəm kampa. Mən o təcrübəni full yaşadıram. Həm İngiltərənin dadını, duzunu da çıxarır. Həm də onu yoruram. O yeniyetmədir, o yorulmasa, o gəlib o enerjini başqa cür edir. Həm özünə problem olur, həm mənə problem olur. Həm də mənim, biraz da mən aşırı mükəmməliyətli insanam. Ən düzgün bir prosesdə bir mənfi bir şey olsa, mən özümü danlayıram ki, sənin səhvdir. Uşaq səhv edir, mən demirəm ki, uşağın səhvidir. Deyir, mənim səhvimdir, mənim boşluğumdur. Deməmişəm ki, eləyib. Məsələn, insanlar var ki, uşağa cumur. Uşaqlar desinlər. O qədər səhv edərlər, mən özümü danlayıram ki, səhv mənimdir. Mən sizə nəsə boşluq vermişəm ki, siz eləmisiniz. Hətta deyir ki, ay müəllimə, siz niyə siz dedim? Yox, mən eləyəm də. Yəni mən elə yanaşıram. Yəni mənim bu necə deyim, yanaşmam səhvdirmi, düzdürmü bilmirəm, amma bu məni xoşbəxt edir. Və bu mənə sonsuz sayda güvən yaradır. İnsanlar o gün uşaq sayır ki, sizlə 6 dənə ölçüyə getmişəm. Bu bizi necə xoşbəxt edir ki, insan 6 dəfə övladına sizə güvənməsi nə deməkdir?